Yerli terapevtdən soruşduq ki, antidepressant dərmanlarından sonra mütləq şəkildə göbələk əleyhinə dərman içilməlidirmi? Eyni zamanda endokrinoloqdan da xəbər aldıq. Düzdür ki, südü 35 yaşından sonra içmək ziyandır. Yerli mütəxəssislər nə cavab verib bilmək istəyirsinizsə, bizə sona qədər baxın. Mən isə xatırladım ki, Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır, studiyada Günel İbadovadır. İndi isə digər xəbərlərin anonsları ilə tanış olaq. Dili çıxarmaq stressi azaldır. Alimlərdən xəbərdarlıq. Yasəmənin güclü ətri təhlükəyə çevrilə bilər. Həkimdən xəbərdarlıq. 35 yaşdan sonra süd içmək ziyanlıdır. Yerli endokrinoloq iddialara münasibət bildirdi. Psixoloji dəstək üçün daha çox süni intellekt botlarına müraciət edilir. Aptek işçilərinin reseptdən əlavə dərman vermək hüququ yoxdur. Terapevt uzman doktor Əfsanə Bayramova. Dili çıxarmaq stressi azaldır. Sosial şəbəkələrdə yayılan yeni biohacker üsulu stres hormonu olan kortizolun səviyyəsini azaltmaq vəd etsə də, mütəxəssislər bu iddiaların elmi əsaslarının olmadığını bildirib. Məşhurlaşan metodun müəllifləri iddia edir ki, dili maksimum dərəcədə çölə çıxardıb 40 saniyə ərzində burunla nəfəs almaq, daha sonra 60 saniyə dincəlmək və bu hərəkəti gündə 2-3 dəfə təkrarlamaq stresi azaltmağa kömək edir. Onların fikrincə bu üsul dilaltı sümüyə və azan sinirinə təsir göstərərək orqanizmi rahatlaşdırır. Lakin ekspertlər qeyd edib ki, bu iddiaları təsdiqləyən etibarlı elmi araşdırmalar mövcud deyil. Paylaşımlarda istinad edilən bəzi tədqiqatların isə əslində mövcud olmadığı bildirilir. Alimlər stresslə mübarizədə kifayət qədər yuxu, müntəzəm fiziki aktivlik və sağlam həyat tərzi kimi elmi cəhətdən təsdiqlənmiş üsullara üstünlük verməyi tövsiyə edir. Sosial şəbəkələrdə bir çox mütəxəssislər, xüsusilə əcnəbi həkimlər deyirlər ki, süd içmək 35 yaşdan sonra insan sağlamlığına ziyandır və qətiyyən 35 yaşını keçmiş insanlar süd içməməlidir. Bununla bağlı yerli endokrinoloqa müraciət elədik. Baxaq görək, Vəfa Kərimova bu mətləblə bağlı bizə nə deyib? 35 yaşdan sonra süd içmək ziyanlıdır. İnternetdə yayılan 35 yaşdan sonra süd içmək sağlamlığa zərərlidir iddialarına endokrinoloq Vəfa Kərimova aydınlıq gətirib. Həkimin sözlərinə görə süd fərdi həssaslıq və ya laktoza dözümsüzlüyü olmayan insanlar üçün faydalı qida məhsuludur. Hardansa bir xəbər eşidib onu paylaşanlar olur və bu ajotaj yaradır. Əslində elə deyil. Süd içmək heç bir osteoporoz yarada bilməz. Sadəcə biz bilirik ki, südün tərkibində süd çox zəngindir. Tərkibində zulal var, kaliy var, kalsiy var və o çox faydalıdır. Hər bir yaşda insan əlbəttə ki, süd içə bilər. Amma belə bir şey var ki, şəkərli diabet olan xəstələrinə biz yağlı süddən qaçmağı tövsiyə edirik. Süd yağlı olmamalıdır ki, şəkərini qaldırmasın. Hər şeydə süddən əlbəttə ki, istifadə edə bilər, amma az miqdarda. Xatırladaq ki, süd kalsium, zilal, fosfor, kalium və B qrupu vitaminləri kimi dəyərli təbii maddələrlə zəngindir. Süd və süd məhsullarının qida rasionundan çıxarılması yalnız həkim tövsiyəsi əsasında aparılmalıdır. Daxili xəstəliklər uzmanı Əfsanə Bayramova deyir ki, biz 1 aylıq antidepressant yazırıq, əczaçılar isə mütləq şəkildə reseptimizə göbələk əleyhinə dərman əlavə edirlər. Bu qətiyyən doğru deyil. Detallara baxaq. Aptek işçilərinin reseptdən əlavə dərman vermək hüququ yoxdur. Antibiotik qəbul edən hər kəsin mütləq göbələk əleyhinə dərman istifadə etməsi barədə yayılmış fikir doğru deyil. Bəzən xəstələrimizə təyin etdiyimiz dərmandan əlavə göbələk əleyhinə preparatın qəbulunun vacib olduğunu deyirlər. Bu barədə uzman doktor terapevt Əfsanə Bayramova məlumat verib. Bir həftəlik antibiotik yazırıq, əczaçıya gedən kimi mütləq xəstəyə bir dənə də göbələk əleyhinə dərman verirlər. Yanlışdır. Əvvəla əczaçının dərman təyin etmək kimi bir yetkisi yoxdur və bu uzun illərdir Sovet dövründən cəmiyyətdə belə bir qayda halına alıbdır. Antibiotik içiriksə mütləq göbələk əleyhinə dərman içməliyik, yanlışdır. Yəni hər antibiotik mütləq bağırsağınızın florasını pozmur
5 gün, 10 gün yaxud da 1 ay təyin olunmuş dərman mütləq sizin orqanizmanızda göbələklərin inkişafına səbəb olmur. Qətiyyən uzun illər, bəzən sümük iltihabı olan xəstələr var. Aylarla osteomielit səbəbilə uzun müddət antibiotik alır deyə onlara başlanır göbələk eləyənə dərman və immun sistemi zəif olan, immun çatışmazlığı olan, kimyoterapiya alan, qan xəstələri, onkoloji xəstələr, HIV-li xəstələrin immun sistemi çox aşağı olur deyə onlara başlana bilir. Hər antibiotik başlananda göbələk eləyənə dərman başlamırıq. Həkimin sözlərinə görə belə preparatlar yalnız həkim göstərişi və tibbi zərurət olduqda qəbul edilməlidir. Əsassız istifadə əlavə yan təsirlərə və lazımsız dərman yükünə səbəb ola bilər deyə terapevt Əfsanə Bayramova vurğulayıb. Mütəxəssis öz başına müalicədən çəkinməyi tövsiyə edib. Yeni tendensiya yaranıb. İnsanlar psixoloq və yaxud da psixoterapevtə getməyi əvəzinə süni intellektlə söhbətləşir, dərdlərini onlara danışırlar. Baxaq görək bunun fəsadları varmı və ümumiyyətlə müasir statistika nə göstərir? Psixoloji dəstək üçün daha çox süni intellekt botlarına müraciət edilir. Son illərdə psixoloji dəstəyə ehtiyac duyan insanların sayı artdıqca süni intellekt əsaslı chat-botlara müraciət edənlərin də sayı yüksəkdir. Mütəxəssislərin fikrincə bir çox insan emosional çətinliklər, stress, tənhalıq və gündəlik problemlərlə bağlı söhbət etmək üçün süni intellekt platformalarından istifadə edir. Araşdırmalar göstərib ki, istifadəçilər bu xidmətləri anonimlik, əlçatanlıq və 24 saat aktiv olması səbəbindən seçir. Süni intellekt botları insanlara hisslərini ifadə etməyə, düşüncələrini nizamlamağa və stresslə mübarizə yollarını araşdırmağa kömək edir. Bundan əlavə ekspertlər xəbərdarlıq edir ki, süni intellekt peşəkar psixoloq və ya psixiatrın əvəzini vermir. Xüsusilə depressiya, təşviş pozuntuları, travma və ya intihar düşüncələri kimi ciddi hallarda mütəxəssis yardımı vacibdir. Bir çox xanımlar yasəməni çox sevir, xüsusilə yataq otağında qalaq-qalaq yasəmənlər alıb saxlayırlar. Amma məsələ burasındadır ki, sosial şəbəkələrdə bir çox mütəxəssislər bunun insan sağlamlığına ziyan olduğunu deyirlər. Bəs baxaq görək bununla bağlı rəsmi cavab nədir? Yasəmənin güclü ətri təhlükəyə çevrilə bilər. Yataq otağında yasəmən buketi saxlamağın təhlükəli olması ilə bağlı fikirlərə həkim aydınlıq gətirib. Mütəxəssislərin sözlərinə görə yasəmən zəhərli bitki deyil və onun qoxusu sağlam insanlar üçün birbaşa təhlükə yaratmır. Lakin bəzi insanlarda güclü ətir müəyyən narahatlıqlara səbəb olur. Sankt-Peterburqdakı həkim, otorinolaringoloq Yana Novikovanın sözlərinə görə yasəmənin qoxusu qapalı məkanlarda daha çox hiss olunur. Xüsusilə qoxulara həssas şəxslərdə bu baş ağrısı, ürək bulanma, yuxululuq, başda ağırlıq hissi və selikli qişaların qıcıqlanması ilə nəticələnir. Miqren, allergik rinit, xroniki burun tutulması və qoxulara qarşı yüksək həssaslığı olan insanlarda belə reaksiyalar daha tez-tez müşahidə edilir. Həkim qeyd edib ki, gecə boyu zəif havalandırılan otaqda qalmaq burun selikli qişasını və qoxu reseptorlarını qıcıqlandıraraq xoşa gəlməz simptomları gücləndirir. Bundan əlavə yasəmən buketindən sonra asqırma, burunda qaşınma, göz yaşarması, öskürək və ya burun tutulması yaranarsa, gülləri yataq otağından uzaqlaşdırmaq məsləhətdir. Əks halda qoxu narahatlıq yaratmırsa və ya otaq yaxşı havalandırılırsa, yasəmən buketi əksər insanlar üçün təhlükə hesab olunmur. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tibb xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü də, doğmalarınızı da qoruyun. Sağ olun, salamat qalın.